Reklam eləyir. Siz də deyirsiniz ki, Deməz Elnarəyə axı, böyük hörmətim var, amma Elnarə öz sözü deməz birincisi. Kimsə Deyib. əgər deyirsə, deyib. Elnarə xanımın hələ özünün də reklama ehtiyacı var da, ay Mikail gəlin. Amma deməz o sözü, mən inanmıram Deməli, desin. Mikail, Dedi. belə bir şey var da. Mən reklama ehtiyacım olsa, ac günümdə özüm iştirak elədim də. Orada bizim əməkdar artistlər, xalq artistlərimiz iştirak etməz. Necə bir də o cümləlidir. Ad günüm göz önündədir. TikTokda hər yerdə, bütün sosial şəbəkələrdə hamı paylaşıb və hansı sənətkarlar orada iştirak olunur, onu yaxşı bilirlər. Yəni, mənim reklama ehtiyacım yoxdur. Bunu mənim elə bəxtiyarlı familiyam hər kəsə bəs eləyir. Adım gələndə toyda mikrofonu əllərinə belə ala bilmirlər. Amma deyir, Elnarın deyir ki, eşitdində deyir, mən də ad günü eləsəm, bugün dəvət eləsəm, həmin sənətkarlar mənim də ad günümə gələcək. Bəli. Yusuf müəllimdir, sonra Elşad əmidir. Mən Elşad əminin öz, bilirsiniz də, doğum günündə də iştirak etmişəm, Yusuf əminin də. Yəni, lazım deyil, Elnarə xanım da gözəl xanımdır. Gəl, heç bir-birimizin qəlbini qırmayaq. Qəlb quran özü deyir, girib canlıda yazıb ki, belə-belə. Deyir, səhvən yazmışam. Və səhvən yazıb, öyrən sonra yazdı. Qabağdan gəlmişdi, eləmək olmaz axı. O görsün ki, kimə necə yazırdı. Mənim tələbəm canlılaşıb, onda rəfiqəsidir. O bilmir ki, o kimin yanına gedir, dərs öyrənir. Elə səhvlik olur və ya. Mən bilmirəm, o hakimin yanına getdiyini bilmirəm. Onda aydınlaşdırın, sonra da insanların dalıyca danışmaq olmaz. Ay, gözəl Heç kimin Elnarə şəxsiyyəti ilə, sonra mədəniyyəti ilə heç kim ilişə bilməz. O nə bilir mən necə bir ailədən çıxmışam və elə bir şey yazır. Elşən müəllimin yanına gedirəm, dərs alıram. Mən xalq artistlərinin tələbəsi olmuşam və İncəsənət Universitetini bitirmişəm. 5 dənə diplomum var musiqi üzrə. Hər bir fakültələrdə mən anlaşım İngilis dili müəlliməsiyəm, magistraturanı da bitirmişəm, yenə də xarici dillər. Mən istəyərdim ki, o xanım da, Mikail, ay Mikail, mən istəyərdim o xanım mənim dərslərimə qatılsın, biraz oxumaq öyrənsin. Narin, bircə dəqiqə, dostlar, bircə dəqiqə. Bax, Elnarə, Bəxtiyarı bu dəqiqə dedi ki, mən ona tövsiyə eləyirəm ki, gəlsin, mənim dərslərimdə iştirak eləsin, mən ona dərs deyim, biraz oxumağı öyrənsin. Vəssalam. Çox sağ olun. Elnarə xanıma təşəkkür edirəm. Elnarə xanıma deyin ki, mən Elşən Həmidovun tələbəsiyəm, onunla da dərs alıram. O, özünə uyğun tələbələrə dərs keçsə, məncə yaxşı olar. Mənə ehtiyacım yoxdur. Yəni, özünə uyğun dərkən... Yəni, hər kəsin, mən Elşən Həmidov kimi dəyərli bir sənətkarın tələbəsiyəm. Mənim gəlb Elnarə xanımdan nə dərəcədə dərs almağım doğru olar? Aydındır, siz növbəti verilişdə mənə elə gəl ki, bərabər gəlsəz, daha yaxşı olar. Gəlsin, oxuyaq da canlı. O da gözəl xanımdır. Ay, başladım, oxumaq deyil.